Bu yeməyin ən gözəl tərəfi bilirsiniz nədir? Evdə olan ərzaqlarla heç bir çətinlik olmadan 15 dəqiqəyə əsl enerji dolu bir nahar hazırlayacaqsınız. Bu iştah açan videonu bəyəndinizsə kanalıma abunə olun. İndi gəlin o möhtəşəm resepti sizə açıqlayım. İlk olaraq kartofları doğrayıram, qızmış yağa əlavə edirəm. Çıtır-çıtır olana qədər gözləmək şərtdir. Ardınca toyuq filesini, duzu, istiotu, paprikanı yaxşıca ovub kartofun üzərinə əlavə edirəm. Daha sonra göbələyi doğrayıb ətin üzərinə əlavə edirəm və qapağını bağlamamaq şərti ilə bişirirəm. Ləzzəti içində qalsın, göbələk suyunu buraxmasın və o çıtırlıq hiss olunsun. Siz də əgər yeməklərimdən bişirirsinizsə, hər zamanki kimi kommentlərdə fikirlərinizi gözləyirəm. Sağ olun, yeni videolarda görüşənədək. Videomu bəyənməyi unutmayın dostlar.